Xəzər rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsinə görə həbs olunan və sosial şəbəkələrdə Arzum 9999 adı ilə tanınan bloger İlduzə Hacıyevanın apellyasiya şikayətinə baxılıb. AzXəbərə istinadən məlumat veririk ki, məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişərək ev dustaqlığı ilə əvəz edib. Müdafiə tərəfi məhkəmədən İlduzə Hacıyevanın həbsdən buraxılaraq ev dustaqlığına keçirilməsini istəyib. Məhkəmə vəsadəti təmin edib və bloger məhkəmə araşdırması başa çatanadək ev dustaqlığında qalacaq. İlduzə Hacıyevanın vəkili Fərid Həsənov bildirib ki, məhkəmə qərarında onun davranışı ilə bağlı əlavə məhdudiyyətlər də nəzərdə tutulub. Belə ki, məhkəmə prosesi yekunlaşana qədər blogerin sosial şəbəkələrdən istifadəsi qadağan edilib. Vəkilin sözlərinə görə bu müddətdə İlduzə Hacıyeva yalnız WhatsApp tətbiqi vasitəsilə ailə üzvləri və yaxınları ilə əlaqə saxlaya biləcək. Digər sosial media platformalarından istifadə etməsi isə mümkün olmayacaq. Fərid Həsənov onda qeyd edib ki, məhkəmə iclasında zərər çəkmiş tərəf iştirak etməyib. Vəkil həmçinin bildirib ki, İlduzə Hacıyevanın övladlarının taleyi ilə bağlı məsələdə artıq əvvəlki aktuallığını itirib. Onun sözlərinə görə ana ev dustaqlığına buraxıldığı üçün uşaqların Azərbaycana gətirilməsi və ananın himayəsinə verilməsi imkanları yaranıb. Qeyd edək ki, İlduzə Hacıyeva paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilir. Birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə araşdırma davam edir və işə mahiyyəti üzrə baxılması növbəti məhkəmə iclaslarında davam etdiriləcək.